İbn Rahimullah deyərdi ki, "Mədə yef'alu a'da'u bi? Fe inne bustani və cənnəti fi sadri." Düşmənlərim mənə nə edə bilərlər? Mənimdir cənnətim, mənim köksümdədir. Əgər məni öldürsələr, bu şəhidlikdir. Əgər zindana salsalar, Allahla tək qalmaqdır. Əgər sürgün eləsələr, bu da səyahətdir. Yəni, əsas cənnətdir, buradadır. Yəni, onlar bura çata bilməzlərdir. Çöldən nəsə edə bilərlər, amma qəlbə çatmaları mümkün deyilir. Ona görə İbn Qayyim Rahimullah deyərdi ki, bəzən biz çöldə olmağımıza baxmayaraq, azadlıqda, geniş dünya bizə genişliyi ilə dar gəlirdi. Sıxılırdıq. Və gedirdik içəri, türməyə, İbn Teymiyyanın yanına və o bir neçə kəlmə danışdıqdan sonra bütün sıxıntılarımız aradan qalxırdı. Elə bil ki, zindanda olan o deyil bizik. Baxmayaraq ki, 4 divar arasındadır, yəni insan neymətlər içərisində idi. O sıxıntıları hiss eləmirdi. O da nəyin sayəsindədir? O qəlbində olan, yəni imanın, yəqinliyin sayəsindədir. Və ona görə İbn Teymiyyə Rahimullah deyərdi ki, "İnnə fid-dunya cənnə." Dünyada cənnət vardır. Dünyada bir cənnət var. "Mən ləm yedxulhə ləm yedxul cənnətəl-əxirə." Kim dünyanın cənnətinə girməzsə, axirətin cənnətinə girməz. Dünyanın da cənnəti iman, yəqinlikdir. O qəlbdə oldusa, yəni artıq ona başqa şeylər təsir eləmir və hər bir halını da düzgün qarşılayanlardan olur.